Qışda yeməklərinizə dad, ləzzət qatacaq çox dadlı, pomidorlu, biberli tomat hazırlayıram. Əvvəlcə pomidorları təmiz yuyub üstəgəl formasında kəsik atırıq, üzərlərinə çaydandan qaynaya-qaynaya su əlavə edirik. Bir qədər gözlədirik ki, qabıqları yumşalsın. Qabıqlar yumşaldıqdan sonra qabıqlarını soyuruq, zoğ hissələrini kəsib və pomidorları bir neçə yerə dilimləyib qazana əlavə edib, qapağını da üzərinə yerləşdiririk və tam yumşalana qədər bişiririk. Pomidorlar bişən müddətdə də biz qırmızı balqar biberlərini təmiz yuyub, tumlarından təmizləyib və doğrayırıq. Biber tomatı üçün də lazım olan biberlər, seçəcəyiniz biberlər çalışın qəşəng ətli biberlər olsun ki, dadı ləzzətli alınsın. Pomidorlar bişib bir qədər yumşaldıqdan sonra doğradığımız biberləri də içərisinə əlavə edib və hər ikisini birlikdə tam yumşalana qədər yenə də bişiririk. Artıq baxırıq ki, biberlər də yumşalıb, pomidorlar da tam yumşaldıqdan sonra bunları blenderla yaxşı əzib tam püre halına gətiririk. Daha sonra isə aş süzənin içərisinə əlavə edirik və qaynar olduğu üçün əvvəlcə qaşıqla qarışdırırıq və artıq tam bunları demək aş süzəndən süzüldükdən sonra əlimə əlcək geyinirəm və əlimlə yaxşı bunları aş süzəndən keçirdirəm. Sona qalan isə biberlərin qabıq hissələri, bir də ki pomidorun yalnız tumu və qabığı olur. Həlimini yenidən əlavə edirik qazanın içərisinə və ocağı yandırırıq. Üzərinə də bir xörək qaşığı dolu duz əlavə edirik. Mən turşular üçün nəzərdə tutulmuş yodsuz turşu duzundan istifadə etdim və artıq qaynamağa düşdükdən sonra mütləq dəmirin üzərinə qalın xörək duzu əlavə edirəm və qazanın üzərinə yerləşdirirəm ki, çox ətrafa çilənməsin. Gür odda ara bir qarışdırmaq şərti ilə tam hazır olana qədər, suyu tamamilə çəkilənə qədər bişirirəm. Suyu çəkildikdən sonra ocaqdan götürürəm və steril etdiyim bankaların içərisinə doldurub qapaqlarını möhkəm bağlayıram. Qapaqları və bankaları da mən əvvəlcədən ayrıca bir qazanın içərisində qaynadaraq steril edirəm. Qapaqları möhkəm bağladıqdan sonra üzərin qalın bükürəm və bir gecə saxlayıram. Səhəri gün isə artıq sərin yerdə qışa saxlayıram. Qışda çox əlinizdən tutacaq. Hazırlayanlara nuş olsun. Hələlik.